Ayşə müəllimə, 24 may blok imtahanında sualların asan olduğunu deyirlər. Bu haqda nə düşünürsüz və suallar ümumiyyətlə proqramı əhatə edirdimi? Buyurun. Uşaqlar səhifəni izləyin. Bismillah, getdik. Deməli müəllim 24 may blok imtahanında sualların asan olduğunu deyənlər təəssüflər olsun ki, müəllimlərdir, hazırlıq keçən müəllimlərimizdir. Məsələn, hərəsi öz ixtisasına uyğun da danışmır. Tutaq Azərbaycan dil ədəbiyyat müəllimləri olur ki, deyir ki, hə asan idi, tarix asan düşmüşdü. Tarix müəllimləri də gəlir deyir ki, hə eşitdiyimə görə indi bir iki nəfər Azərbaycan dilini yaxşı yazıbsa, deyirlər ki, rahat düşmüşdü. Əslində suallar heç də asan deyildi, rahat deyildi. Nəyə görə? Yəni asandırsa o müəllimlər, yəqin ki, şagirdlərin hamısı 400 toplayıb da. Yəni ortada 400 nəticəsi yoxdursa, şagirdlər 30-un 30-a yazmayıbsa, bu imtahanın asan olduğu demək deyil. Bu bir. İkincisi də sual verdiniz ki, sualların səviyyəsi necə idi? Sualların səviyyəsi, məsələn, Azərbaycan dili sualların, baxın, saydım, 3 fonetika sualı var, bir dənə də norma sualı fonetikaya uyğunlaşdırılıbdır. Yəni, bir bölmədən 4 fonetika sualı var. Baxırsınız ki, o suallarda çətin suallardır, yəni vaxt aparan suallardır. Azərbaycan dili kifayət qədər vaxt aparan suallar var idi. Onun görə şagirdi, yəni bir vaxt sərf eləməsi üçün çalışdırırdı. Gələ ədəbiyyat sualları, açıq deyəcəm, heç də gizlətməyəcəm. Ədəbiyyat suallarının tərtibatını təəssüflər olsun ki, bu dəfə də bəyənmədim. Nəyə görə bəyənmədim? Keçən ilin ədəbiyyat blok sualları bundan qat-qat qəşəng suallar idi. Var içərisində yaxşı suallar, amma məsələn, bax müəllim görürsüz də yəqin ki, əlimdə bu kağızlar. Bu DİM-in bizim üçün çıxartdığı, abituriyentlər üçün çıxartdığı bir vəsait ki, məsələn, anamın kitabından bunu oxu. Əlavə bir vəsait kimi də. Sonra, məsələn, Xurşudbanu Natəvan əsərindən əlavə bir vəsait kimi çıxarıb ki, yəni vəsait deyil ha, PDF-də verib ki, bunların orijinalı düşəcək. Bəs niyə düşmədi? Yəni, dərslikdə Xurşudbanu Natəvanın 8 şəkili verilibdir, amma burada da 8 şəkil düşübdür. Yəni, bu uşaq bu PDF-i niyə oxuyur? Və üstəgəl, Xurşudbanu Natəvan bilirsiniz ki, yəni 11-ci sinifin sonlarında keçirilir. Bu abituriyent onsuz da 11-ci sinifin sonlarında, yəni imtahana yaxın bir müddətdə az vaxtı qalıb. Niyə yüklüyürük bəs bu abituriyenti bundan sual salmayacaqdırsa? Gəldi anamın kitabı. Anamın kitabının içərisində qəliz ifadələr çoxdur. Gətirib o dolaşdırıcı ifadələri sala bilirlər. Uşaq onu nə əziyyətlə öyrənir, hər xırdalığı. Amma anamın kitabında adi bir sual düşübdü, obrazlar. Asan əsərləri də gətirib o formada təqdim ediblər ki, yəni ona görə mən tərtibatı bəyənmədim. Ümumi, qəşəng əsərlərdən qəşəng suallar görmədim. Və məsələn, Çınar ömrü ilə bağlı bir sual var. Test toplusuna uyğun deyil o sual. Orada ikinci bir məqam var ki, insana Çınar ömrü kimi şərəfli ömür arzu eləyir. Açıqlamasında DİM vurğulayıb ki, yox, müəllif özünə arzu eləyir. Amma DİM-in açın test toplusunda düzdür, orada özünə var. Bir belə insan ömrü olsun, bir belə Çınar ömrü olsun deyirəm ömrüm var. Amma müəllif özü də bir insandır və burada insan ömrü Çınar ömrü ilə müqayisə eləyir. İkinci sualı ona görə bəyənmədim mən, yəni səhv tərtib olunubdur. Üstəgəl DİM-in model sualları, test toplusu və qəbula düşən sualların elə bil ki, fərqli adamlar hazırlayıbdı. Modeli başqa bir adam hazırlayıb, test toplusunu başqa bir yəni qrup hazırlayıb, qəbul suallarında başqa. Ya da ki, fərqli adamlar gətirib sualları veriblər, amma bir-birlərinin suallarını yoxlamayıblar. Yəni çox məsuliyyətsiz yanaşmaydı, onun üçün deyim. Modeldə kifayət qədər səhv məqam var, Səsli qız əsəri ilə bağlı, Uğursuz hökmdarla bağlı səhv məqam var. Yəni bu ondan irəli gəlir ki, çox güman ki, tərtibatçı əsəri orijinalını oxumayıb bilmir. Onun üçün də o səhvə yol veribdir. Daha sonra vətən yaraları ilə bağlı mən bir video çəkmişdim, vurğuladım. Mənə deməli Instagramda filan atdılar ki, bəs müəllim biz müraciət elədik. DİM-dən bir müraciət gəlib ki, vətən yaraları ilə bağlı sualın səhv olduğunu deməyiblər də. Yəni deyirlər ki, bəs doğrudur sual, amma test toplusunu onu inkar eləyir. Onu da DİM çıxarıb, yeni çıxarıb, modeli də DİM çıxarıbsa, bunu da yeni çıxarıbsa, necə olur ki, bu iki vəsait bir-birini inkar eləyə bilər və ikisi də abituriyent üçün modeldir. Yəni burada bir abituriyentin taleyi həll olunursa, məncə bu imtahan yoxlanılmalıdır, ondan sonra kütləyə təqdim olunmalıdır. Belə düşünürəm. Yəni ona görə də ədəbiyyat haqqında bir şey deyə bilməyəcəm. Yəni ədəbiyyatda kifayət qədər uğursuz suallar var idi. Şans imtahanı necə hazırlaşsınlar? Şans imtahanına abituriyentlərimiz hazırlaşması üçün
bir şey deyim, sizin yəni belə götürək, tam bir ayınız var. Yəni tam götürün siz 30 gününüz, 30 gün içərisində siz Azərbaycan dilindən bol test işləyirsiniz. Ədəbiyyatdan isə təkrar eləmək lazımdır. Yəni heç də ruhdan düşməyin. Hə, bunu özünüz eləyə bilmirsinizsə, bir dəstək istəyirsinizsə bizim qruplarımıza qoşula bilərsiniz. Onlayn və ya əyani qruplarımıza. Onlayn qoşulmaq istəyirsinizsə 055 597 01 51 nömrəsinə yazıb dərslərimizdə iştirak eləyə bilərsiniz.